Doktor, uşaqlarda sümük sınıqları böyüklərdən nə ilə fərqlənir? Uşaqların qırıqları bir neçə nöqteyi nəzərdən böyüklərdə gördüyümüz qırıqlardan fərqlənməkdədir. Öncəliklə uşaqların sümüyünün orada desək kövrəkliyi biraz daha yüksəkdir. Bu da böyüklərdə gördüyümüz kimi kəskin bir qırıqlardan daha çox əzilmə, deformasiya tərzi bir qırıqlara səbəb olur. Bunun xaricində uşaqlarda böyüklərdən fərqli olaraq sümüyün üstündə sümüyü qidalandıran və böyüməsinə xidmət edən perioz təbəqəsinin daha qalın olması səbəbilə qırıqlar daha az yer dəyişdirir və sağalması, regenerasiyası da böyüklərə nəzərən bir o qədər də yüksəkdir. Bunun xaricində uşaqlarda gördüyümüz qırıqlarda bizi biraz çətinə salacaq, müalicə prosesini uzadacaq bir məqamda qırılan sümüyün ona simmetrik olan digər sümüyə nəzərən daha sürətli böyümə reaksiyası verə bilir ki, bu da yuxarı ətraflarda və ya aşağı ətraflarda bir-birindən uzunluq fərqinə səbəb ola bilir. Bu da gördüyümüz başqa bir fərqlərdən birisidir.